Salam dostlar. Bugün sizə mart ayının 26-sında Bəhs Təhsil Kompleksində keçirilmiş magistr sınaq imtahanlarının ingilis dili suallarını izah edəcəm. Gəlin diqqətlə bütün suallara nəzər salaq və onların hər birinin mənasını və cavablarını öyrənək. Birinci sualdan başlayırıq. Do you know? Complete the sentence. Do you know? Burada düzgün cavab D variantıdır. İlk öncə biz izahı sizlə bölüşmək istəyirəm. Bu tipli cümlələrdə, yəni mürəkkəb tabeli, mürəkkəb budaq cümlələrində hər zaman diqqətli olmalısınız. Yəni cümlənin birinci tərəfini saxlamaqla ikinci tərəf hər zaman mübtəda xəbər quruluşuna tabe olur. Yəni nəqli cümlə funksiyasında olur. Baxmayaraq ki, bu sual cümləsi olsa belə. Burada variant ikinci, üçüncü cavablardır. Do you know if the projects are profitable? Which of the projects is profitable? Növbəti suala keçirik. Choose the sentences with the correct form of the possessive case of nouns. Düzgün isimlərin yiyəlik halında, düzgün yiyəlik halında verilmiş cümlələri seçin. The wind tore our tent this evening. Külək bu axşam bizim çadırımızı cırıb. Bu tipli cümlələrdə diqqətli olun. Əgər görsək ki, apostrof S həm yiyəlik hal, həm to be-nin qısa forması, həm də ki, to have feilinin üçüncü şəxsində, yəni has'in qısa formasında istifadə oluna bilir. Bu tipli cümlələrdə diqqətli olmalıyıq. Əgər biz bu cümlədə digər xəbər görmürüksə, yəni ki, wind torn bu cümlənin xəbəridir və ondan əlavə biz xəbər görmürüksə, bu cümlədə yiyəlik hal yoxdur. İkinci cümləyə nəzər salırıq. Mr. Brown and Mrs. Smith children are students. Cənab Brown və xanım Smith'in uşaqları tələbədirlər və doğru olaraq hər bir əşya, yəni fərqli şəxsə, fərqli insana, fərqli anlayışa məxsusdursa, o həm cəm halında olacaq, həm də ki, hər iki əşyanı biz gəlik halında işlədirik. İkinci variant doğrudur. Julia's coming tonight. Julia bu axşam gəlir. Əgər biz burada digər bir feil görmürüksə, deməli bu artıq is coming, yəni indiki davam edici zamanın göstəricisidir. Dördüncü cümlə. These women's hair is fair. Bu qadınların saçı kürəndir, yəni sarışındır. Burada women's hair, qadınların saçı yiyəlik halında işlədilmişdir. Beşinci cümlədə she's found the tourist camera. O has found, tapıb turistin kamerası. Doğru cavab variantıdır. Növbəti sualda which variants are true? Hansı variantlar doğrudur? The porter could hardly carry. Daşıyıcıdır, yük daşıyan güclə daşıyırdı. Burada düzgün variantları axtararkən diqqətli olmalıyıq. Ümumiyyətlə nəzərə alsaq ki, so ifadəsindən sonra isim işlədilmir və yalnız istisnalar var. Həmin istisnalar so many, so much, so few, so little ifadələridir. Onlardan sonra biz isim işlədə bilərik. Bu zaman so heavy luggage burada səhv informasiyadır, səhv məlumatdır. Such many luggage, such özü many, much ilə işlədilmir. So much luggage bu ifadə doğrudur. Such heavy luggage bu ifadə də doğrudur. Bir də such a lot of luggage, biz bilirik ki, such a lot of ilə işlənə bilir. Düzgün cavab 3-cü, 4-cü, 5-ci variantlardır. D variantı. Keçək növbəti sualımıza. 4-cü sualda düzgün söz önü, choose the correct preposition, düzgün söz önlərini deyir seçin. What are the books by Mark Twain besides Tom Sawyer did you read in the original? Deyir, Mark Twain tərəfindən yazılmış hansı kitabları besides, yəni savayı, istisna olmaqla, Tom Sawyer'dan başqa, Tom Sawyer'dan savayı, sən Mark Twain hansı kitablarını originalda oxumusan, originalda oxudun. Cümlə belədir. Burada düzgün cavab D variantıdır. Burada diqqətli olmalıyıq. Beside yanında, beside isə savayı deməkdir. 5-ci sualda choose the correct tense form, düzgün zaman formasını seçin. I breakfast early in the morning and haven't had anything since then. Mən burada təbii ki, doğru cavab had olacaq, keçmiş qeyri-müəyyən zaman. Çünki biz bilirik ki, cümləni tərcümə eləsək, mən səhər tezdən nahar etdim, səhər erkən nahar etdim və o vaxtdan bəri heç nə etməmişəm, heç nə yeməmişəm.
Təbii ki, ilkin hərəkətimiz, ilkin hadisəmiz qeyri-müəyyən bir zamanda, keçmişdə qeyri-müəyyən bir zamanda baş verdiyinə görə biz burada Y variantını seçirik. 6-cı sualı nəzərə salırıq. Choose the correct forms of the verbs. Fe'llərin düzgün formasını tapın. The policeman noticed the thief and didn't let him in the crowd. Boşluq qalmış ifadələr run və disappear'dir. Mürəkkəb tamamlıq bölməsində biz bu tipli fe'llərə rast gələ bilirik. Notice-də, yəni özündən sonra to hissəciyi qəbul etməyən fe'llər sıra siyahısına daxildir. Burada düzgün cavab run və disappear, yəni policeman noticed the thief run and didn't let him disappear in the crowd. Növbəti sualımız, 7-ci sualımız. Choose the correct tense in the passive voice. Məchul növdə düzgün cümləni seçin. What companies signed the contract last year? Məlum növdə verilən cümlə deyir, hansı şirkətlər keçən il müqaviləni imzaladı. Burada mübtəda təbii ki, hansı şirkətlər, tamamlığımız isə müqavilədir. Zamanımız keçmiş qeyri-müəyyən zamandır. Yəni bu 3 amilə biz diqqət yetirməliyik. Məlum növdəki mübtəda, məlum növdəki tamamlıq və məlum növdəki zaman. Nəzərə alsaq ki, məlum növdə, məchul növdə cümləni çevirdiyimiz zaman zamanı heç vaxt dəyişmirik, zamana toxunmuruq və məlum növdəki mübtəda heç vaxt məchul növdə mübtəda funksiyasında işlənə bilməz. Bu amillər nəzərə alsaq, biz o zaman A variantını çıxacağıq, düzgün cavab deyil. Çünki burada xəbər what companies, yəni məlum növün mübtədasına əsasən verilmişdir, səhvdir. What companies is the contract signed by? Bu ifadə qalsın, bu cümlə qalsın. What companies were the contract signed by? Burada da təbii ki, səhvdir. Were contract signed by. Burada xəbər yenə də companies şirkətlərə görə götürülmüşdür. Baxmayaraq cümlənin quruluşu, strukturu düzdür, lakin xəbər burada səhv verilib. What companies the contract was signed by? Burada sual to be, yəni sualda işlənərkən mübtədadan əvvələ keçmədiyinə görə quruluş pozulmuşdur. What companies was this contract signed by? Və bir də ki, what companies is the contract signed by? Gördüyünüz kimi quruluşlar eynidir, yalnız fərqlilik zaman fərqliliyindədir. Əgər nəzərə alsaq ki, məlum növdəki cümləmiz keçmiş qeyri-müəyyən zamandır, deməli məchul növdəki cümləmiz də keçmiş qeyri-müəyyən zaman olmalıdır. Diqqət edin bura. Bunun da izahlamasını, açıqlamasını izah ilə verirəm sizə. What companies by o deməkdir ki, hansı şirkətlər tərəfindən, deməli burada bu ifadə mübtəda yox, tamamlıq funksiyasında istifadə olunur. Burada mübtədamız contract, yəni ki, müqavilə. Was the contract signed by? Müqavilə imzalanıb. Hansı şirkətlər tərəfindən müqavilə imzalandı? Düzgün cavabımız Y variantıdır. 8-ci suala keçirik. Choose the correct modal verbs. Düzgün modal fe'lləri seçin. Tom was seriously ill. Tom ciddi xəstə idi. And he had to stay in bed for a week and he wasn't able to go to school or play. O deyir, yataqda bir həftə qalmalı oldu və o məktəbə və yaxud oynamağa gedə bilmədi. Digər fe'lləri nəzərə salsaq, was able, mustn't, ardıcıllıq, yəni zaman əlaqəsi, uzlaşması pozulmuşdur. Çünki keçmişlikdə must'ı biz keçmiş zamanda verə bilmərik. Eləcə də B variantında uyğunluq pozulub. Didn't need, had to go. Didn't need burada əsas fe'l kimi işlənmişdir. Lakin burada fe'l görürük ki, ondan sonra gələn digər fe'limiz to hissəciyisiz işlənib. Deməli, bu ifadə də səhvdir. Had to, wasn't able doğru cavabdır. Növbəti sualımız. 9-cu suala baxırıq. Choose the correct negative sentence. Düzgün inkar cümləsini seçin. We have not to wait for him for a long time. Biz bilirik ki, have yalnız not hissəciyi ilə o zaman işlənir ki, o bitmiş zamanda istifadə olunsun və ya got hissəciyi ilə istifadə olunsun. B variantında we didn't have to wait for him a long time. Biz deyir, onu uzun müddətdir ki, gözləməli olmadıq. Uzun müddət gözləməli olmadıq. Jack hasn't a father and mother. Bu ifadə səhvdir. Has not burada əsas fe'l kimidir və əsas fe'l kimi have fe'li heç vaxt not hissəciyi ilə, inkar hissəciyi ilə düzədilmir. I neither saw and heard it. Bu ifadə də səhvdir. Neither and ifadəsi yoxdur. He can't speak either, nor ifadəsi də yoxdur. Düzgün cavab B variantıdır. 10-cu sualdan baxsaq, choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin.
Whom did she has to biz bilirik ki, köməkçi feillərdən sonra gələn əsas feil hər zaman infinitiv sadə formada olmalıdır. Burada lakin has infinitivin də mənası o deməkdir ki, yəni şəxsə və zamana görə feil dəyişmir. Lakin burada have feili şəxsə görə dəyişmişdir. Whom had she to tell the truth? Had to feili sualda köməkçi feillərin köməyi ilə düzəlir. C variantında whom did she had to burada da köməkçi feildən sonra keçmiş zaman gəlmişdir, səhvdir. Whom she had to tells, təbii ki bu ifadə də səhvdir. Modal feillərdən sonra gələn əsas feillər həmişə infinitiv formasında olur. Yadda saxlayın, köməkçi feillərdən sonra, modal feillərdən sonra əsas feillər gəlirsə, hər zaman sadə formada, yəni infinitiv formasında olmalıdır. Yəni onun düzgün istifadə olunmasına fikir verməliyik. Y variantında whom did she have to tell the truth? Həqiqəti kimə söyləməli oldu? Birinci cavab Y variantıdır. 11-ci suala baxırıq. Students who know what they want to learn are students who will achieve something. Deyir ki, bu cümlənin tərcüməsi belədir ki, nə öyrənmək istədiklərini bilən tələbələr, o tələbələrdir ki, onlar nəyəsə nail olacaqlar. Biz bilirik ki, canlı anlayış bildirən isimlərdən sonra which bağlayıcısı istifadə olunmur və burada da A, B, C variantlarında və hətta Y variantında da biz canlı anlayış bildirən isimlərdən sonra which bağlayıcılarının gəldiyini görürük. 12-ci sualda choose the correct logical ending, düzgün məntiqi sonluğu seçin. An ideal friend is someone who, ideal dost odur ki, you are never satisfied with, sən heç vaxt məmnun olmursan. Always upsets you, hər zaman səni kədərləndirir. You have much in common with, sizin ortaq cəhətiniz çoxdur. And loves you in spite of your faults, səhvlərinə baxmayaraq səni sevir. Düzgün cavab 3-cü, 4-cü variantlardır. Match the words to their definition. İfadələri izahlarına görə, doğru izahlarına görə seçməliyik. Sözləri doğru ifadələrinə görə seçməliyik. Courage cəsarət deməkdir. The ability to do something without fear, qorxmadan nəsə etmək bacarığı. A custom, adət, ənənə deməkdir. A traditional way of behaving in society, cəmiyyətdə davranma, ənənəvi davranma yolu. A cook, aşpaz deməkdir. Someone who makes food ready to eat, yeməyə nəyisə hazır edən bir kəs. Düzgün cavab D variantıdır. 14-cü sualda choose the correct variant, düzgün variantı seçin. Did you enjoy reading his latest novel? Onun sonuncu romanını oxuduqda həzz aldınmı? Xoşuna gəldimi? Yes, I couldn't read it to the end. Bəli, mən bunu sona qədər oxumadım. Məntiqi uyğunluq səhvdir. Yes, I think it is one of his best novels. Bəli, mən düşünürəm ki, bu onun ən yaxşı novellərindən, romanlarından biridir. Certainly it was so dull. Əlbəttə, bu çox darıxdırıcı idi, bu da mənasızdır. Of course, I could hardly enjoy it. I could hardly read it. Əlbəttə, lakin mən onu güclə oxudum. Bu da mənaya sığmır. Yes, I didn't enjoy it. Bəli, mən bunu xoşlamadım. Təbii ki, bunların heç bir mənaya uyğun gəlmir B variantından başqa. Düzgün cavab B variantıdır. 15-ci sualdır. Bir çox ölkələrdə onların mədəniyyətini, adətlərini və hətta tarixini təcəssüm edən ənənəvi musiqi formaları vardır. Biz bilsək ki, bir çox ölkələrdə vardır. Yəni burada əsasən zeri-zərar ifadəsi işlənməlidir. In most countries there are traditional forms of music that symbolize their culture, customs and even history. Düzgün cavab Y variantıdır. Gəlin mətni baxırıq, mətni nəzərə salaq və 16-cı, 20-ci suallar mətninə əsasən verilmişdir. Humanity has always dreamed of magnificent buildings reaching the sky. İnsanlıq, yəni bəşər hər zaman deyir, səmaya yüksələn binalar, möhtəşəm binalar arzusunda olur. In 1958, this dream came true when the Tower Sky Tree with its height 333 meters rose over Tokyo. Lakin bu xəyal 1958-ci ildə gerçəkləşdi. O zamanki Sky Tree, yəni səma qülləsi, səma ağacı özünü 333 metrlik hündürlüyü ilə Tokyoda ucaldı, qalxdı. At that time it was the world's first building which was higher than the Eiffel Tower. O vaxt bu dünyanın ilk birinci binası idi ki, Eiffel qülləsindən də yüksək idi. It could also operate as the world's tallest broadcasting tower. Bu həmçinin deyir, dünyanın ən hündür yayım teleqülləsi kimi də
fəaliyyət göstərirdi. Today the sky tree is 634 meters high. Lakin bu günümüzdə sky tree, yəni səma ağacı 634 metr hündürlüyündədir. When the Great Japan earthquake occurred in 2011, deyək ki, nə zaman ki böyük Yaponiya zəlzələsi 2011-ci ildə baş verdi, the sky tree got no damage. Skytree-nin heç bir zədəsi olmadı because the architects used a new system of construction. Çünki deyir memarlar yeni tikinti sistemindən istifadə etmişdi. This system reduced the force of the earthquake. Bu sistem zəlzələnin gücünü azaltmışdı. The success of the system was in combining modern technology with secrets of ancient Japanese architecture. Bu sistemin deyir uğuru ondaydı ki, o müasir texnologiya ilə qədim Yapon memarlığının sirlərini özündə birləşdirmişdi. 16-cı suala baxırıq uşaqlar. The sky tree, səma ağacı, has increased in its height since 1958. 1958-ci özünün 8-ci ildən bəri özünün ən yüksək həddinə çatıb, yəni hündürlük həddinə çatmışdır. Served as a broadcasting tower, yayım qülləsi kimi fəaliyyət göstərmişdi. Collapsed during the earthquake, zəlzələ zamanı dağıdılmışdı. Xeyr, bu səhvdir. Was damaged in 2011. 2011-ci ildə zədələnmişdi. Bu da səhvdir. Could resist the force of the earthquake, zəlzələnin gücünü azaltmışdı. Zəlzələyə gücünə qarşı müqavimət göstərmişdi. Bu düzgün cavablar uşaqlar 1-ci, 2-ci, 5-ci variantlardır. 17-ci sualda baxırıq. Which statements are true according to the passage? Hansı ifadələr doğrudur mətnə əsasən? 2-ci, 3-cü mətnlərə baxırıq. Modern architects use the secrets of ancient Japanese architecture while constructing the tower. Müasir memarlar deyir, qədim Yapon memarlığının sirlərindən istifadə etmişdilər binanı tikən zaman. The new system of construction reduced the effect of the earthquake. Yeni sistem, yəni tikintinin yeni sistemi zəlzələnin gücünü, effektini azaltmışdı. Düzgün cavablar 2-ci, 3-cü variantlardır. Çünki the sky tree has never served, heç zaman göstərilməyib yayım qülləsi kimi bu səhvdir. The system that the architect used was not reliable. Yəni ki, memarların istifadə etdiyi sistem etibarsız idi, səhvdir. 18-ci suala baxırıq. Which word in the passage has the meaning to send out programs on television or radio? Deyir, hansı söz, mətndəki hansı söz deyir, televiziyaya və yaxud radioya proqramları ötürür mənasını verir. Təbii ki, televiziyaya və radioya proqramların ötürülməsi yayımlamaq mənası ilə eynidir. Burada yayımlamaq mənası broadcast deməkdir. Çünki digər sözləri çatmaq, combine birləşdirmək, toplamaq, reduce azaltmaq, occur baş vermək mənasını verir. 19-cu sualda the passage is mainly about, mətn əsasən bu mövzu haqqındadır. The tower which resisted the earthquake, zəlzələnin gücünü azaldan, zəlzələyə qarşı müqavimət göstərən qüllə haqqındadır. Bəzi versiyalarda, variantlarda da bəzi tələbələr ancient Japanese construction götürmüşdü, yəni qədim Yapon konstruksiyası. Lakin bu qədim Yapon konstruksiyasından yalnız bir cümlədə məlumat verildiyinə görə biz bu ifadəni düzgün götürə bilmərik. 20-ci sual. Which question has no answer in the passage? Hansı sualın mətndə cavabı yoxdur? Təbii ki, it was the world's first broadcasting tower, wasn't it? Bu dünyanın ilk yayım qülləsi idi, elə deyilmi? Bu sualın mətndə cavabı yoxdur. Digər suallara yoxsa onların cavablarını rahatlıqla görə bilərik. Open questions açıq suallarda, açıq sualları nəzərə salırıq. Açıq suallarda biz choose the correct sentences-də biz əsasən fikrimizi mübtəda xəbər uzlaşmasına fikir verməliyik. Gəlin variantlara baxırıq. There are some children's toy, təbii ki, səhvdir. Burada mübtədamız toy, lakin xəbərimiz are səhvdir bu ifadə. There are not any children's toy, bu ifadə də səhvdir. There were some children's toys, bu doğrudur. There are a number of children's toy, burada ifadə səhvdir. Və there is a children's toy in the shop, düzgün variantlar 3-cü, 5-ci variantlardır. You can't put this shirt on. Sən bu köynəyi geyə bilməzsən. It is torn and muddy. Çünki bu cırılıb və palçıqlıdır. Dry və clean. Dry, quru, clean isə təmiz demək. Düzgün variantlar 1-ci, 3-cü variantlardır. Which qualities of character are positive? Hansı xarakterlər, xarakter bildirən sözlər müsbət mənalıdır? Adorable and lovely.
xoşa gələn, məftun edici və sevimli ifadələri. Çünki traitorous xain, oppressive zülmkar, zalım, min isə xəsis deməkdir. Bu ifadələr düzgün deyil. 24-cü sualda nəzər salsaq, make up story, hekayəni tamamlayın. İkinci, a train stopped at a small station, qatar kiçik bir stansiyada dayandı. A passenger looked out of the window and saw a man selling cakes. Sərnişin pəncərədən çölə baxdı və tort satan kişini gördü. He called the boy walking on the platform and gave him some money. O deyir, platformada gəzən oğlanı çağırdı və ona bir qədər pul verdi. Buy a cake for me and one for yourself. Bir mənim üçün, bir dənə də özün üçün tort al. Soon the boy came back eating a cake. Tezliklə oğlan əlində tort yeyərək geri döndü. He gave the man change and said, o kişiyə qalığı verdi və dedi, there was only one cake, sir. Orada yalnız bir tort qalmışdı, sir. Düzgün ardıcıllıq 2, 1, 3, 5, 4, 7, 6-cı variantlarının ardıcıl düzülməsidir. Make up a dialogue, diyaloqları qurun ifadəsində ilk olaraq tell me what John is like. Mənə John'un nə xasiyyətli olduğunu denən. He is quiet and unfriendly. O sakit və qeyri-səmimidir. What does he like? O nə xoşlayır? He likes going in for sport. O idmana getməyi xoşlayır, idmanla məşğul olmağı xoşlayır. Whom does he look like? O kimə bənzəyir? He looks like his mother. O anasına bənzəyir. 3, 4, 1, 5, 6 ikinci variantlar doğru variantlardır. Bu qədər əziz dostlar, diqqətinizə görə təşəkkür edirəm və xatırladım ki, sizə ingilis dili suallarını kursun ingilis dili müəllimi Vüqar Hüseynzadə izah edirdi. Təşəkkür edirəm hər birinizə və magistr imtahanlarında da sizlərə bol uğurlar arzu edirəm. Sağ olun.